Bugün dünyaya baxışda Rus dissident azad olundu. Müxalifətçilər Suriya hökumətinin müşahidəçiləri azırdığını deyir. ABŞ-da maşın satışları xeyli artıb. Dünyaya baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Washington. Rusiyada etiraz aksiyalarının lideri Sergey Udaltsov bir ay həbsə saxlandıqdan sonra azad edilib. Moskvanın qaldı gecəsində azad edilən Udaltsovu tərəfdarları alqışlarla qarşılayıb. Rusiya siyasi sisteminin korrupsiyaya uğradığını deyən fəal, hökumət əleyhinə olan etirazçılara fevral ayının 4-də Moskvada təşkil ediləcək dinc nümayişlərə qatılacağını bildirib. Udaltsovun həbsi nümayişlərə vüsət vermişdi. Moskva və digər şəhərlərdə baş nazir Vladimir Putinin iqtidar partiyasının qələbə çaldığı 4 dekabr parlament seçkilərində pozuntulara etiraz məqsədi ilə keçirilən mitinqdə 10 minlərlə insan iştirak edib. Müxalifət qrupları Suriya hökumətini, Ərəb Liqasının müşahidəçilərini azdırmaqda ittiham edib. Deyilənlərə görə Bəşar Əl-Əsəd hökumətinin nümayəndələri monitorları hökumətpərəst yerlərə aparmış, onları çaşdırmaq üçün küçə işarələrini dəyişmiş və öz tərəfdarlarını qaynar bölgələrə göndərərək saxta ifadələr verdirmişlər. Şimaldakı İdlib, mərkəzi Homs və cənubdakı Dəra şəhərlərində fəallar ordu qüvvələrinin urban zonalarda ağır silahları gizlətdiyini deyirlər. Hərçəndiki monitorlar əskərlərin şəhərləri tərk etdiklərini deyir. Bu həftənin əvvəlində